hörmətli cənab Həsən Seyidov və Şirvan Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə. Hər kəsi xoş gördük. Hər biriniz xoş gəlmişsiniz. Müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhunu bir dəqiqəlik sükutla yad edir. Allah rəhmət eylesin. Tarixdə belə günlər var ki, illər keçsə də, o günlərin işığı sönmür. 8 noyabr, Zəfər günü də məhz belə günlərdəndir. Bu il biz Zəfərin 5-ci il dönümünü qeyd edirik. 2020-ci ilin payızında Azərbaycan ordusu 44 gün ərzində tarix yazdı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın və nəhayət Şuşa. 8 noyabr 2020-ci ildə Şuşa azaddır, Qarabağ Azərbaycandır xəbəri yayılanda sanki bütün Azərbaycan eyni anda nəfəs aldı. Bu xəbər təkcə hərbi qələbə deyildi. Xalqın, ordunun, şəhidlərin birləşdiyi milli dirçəliş anı idi. Bu 5 ildə Qarabağ torpağı yenidən həyata qayıtdı. Bir zamanlar dağıdılmış şəhərlər indi yenidən qurulur. Yeni yollar çəkilir, məktəblər açılır. Hava limanları inşa olunur. Azan səsi yenidən səmalara yüksəlir. Bu, yalnız dövlətin deyil, həm də xalqın qəlbindəki zəfər ruhunun təntənəsidir. Bu illər həm də şəhidlərin ruhuna bir and yeridir. Onların canı bahasına qazanılmış bu torpaqlarda indi uşaq səsləri, məktəb zəngləri eşidilir. Zəfər tarixini yaradanların sırasında Neftçalanın hər doğulları da xüsusi yer tutur. Bu şəhərin qorxmaz oğulları vətən uğrunda canından keçərək adlarını əbədiyyata yazdırdılar. Onlar gənc yaşlarında döyüş meydanına atılan igidlər idilər. Qorxunu yox, vətən sevgisinin simvoluna çevrilmişdilər. Hər addımda, hər hücumda, qəlblərində geri dönüş yoxdur əzmi vardı. Onlar yoldaşlarının yandaşında mərd, sadiq və gülümsəyən bir qəhrəman kimi qalacaqlar. İndi isə sizləri Zəfər gününə həsr etdiyimiz bir çarxa baxmağa dəvət edirəm. Buyurun. Onun milli məsuliyyəti, onun qürurla dayanır. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Sükut bozuldu, şəhər gözünü yerindən göstərdi. Gecənin al-qaranlığında, anlayışın ilk şuaları yerə tutmaq kimi haqq şəhər sarsıdıcı zərbə olacaktı. Bu, 2 əsrə yaxındır, bölgənin başının üstünü kabus kimi duruyan şəhərin sonu olacaktı. Qəriyyətin bağrına atılan qara günün 27 sentyabrın nurlu sabahında keçirecekti. Cənab arkadaşlar, İzzət verir. Bütün işgal olmuş toplanmalarımızda içeride bayramı kalır. Ali Başkanlıqda ata vəsiyyətini yerinə yetirmənin qüruru üzrə xalqın qarşısına çıxır.
Müzəffəroğlu bir gün ərzində onlar və ərazini azadlığa qoşuldu. Şərq öz üzünün ağ bayrağı fərqli haqqın qələbəsini etiraf etdi. Qarabağ müharibələrinin sonu Ali Baş Komandanın parlaq imzası oldu. Hər bir arzu gələcəkdir. Haqqın gec-tez qalib olacağına inanır. Ən yaxın sirdaşı, qəlbinə sahibinə ürək sözüdür. Arzular nəhayət çekilir. 8 il sonra zəfər yolu şanlı tarixə çevrilir. Torpaqların əsl sahibləri geri qayıdır və məhz onlar bu müqəddəs əraziləri yenidən dirçələcək, canlandıracaqdır. Bugün mən Ağdam məscidinə Məkkədən gətirdiyim Quran-ı Kərimi bağışladım. Ağdamdan sonra Kəlbəcər və Laçında şəhid verəli, qan tökülmədən doğuya yoluna qayıtdı. Düşmənin başı əzildi, o soğulduğu torpaqdan qovuldu. Rəhbər, xalq, ordu bir oldu, bir nöqtəyə vurdu və hədəfinə çatdı. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Anlayıram ki, sizinle birlikte yerler Şuşa. Geleceği, tabii ki geleceği. Şuşa, Azerbaycan'ın gözüdür. Her bir Azerbaycanlı için iftihar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şahan düşünməlidir. Ona bərşə yox. Laçın dağlarında belədir. Beş vaxtı Laçınsız yaşayabilmədir. Ağdam kimi gözəl bir şəhər. Füzuli, Cəbrayil, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti susu. Biz onlarsız yaşayabilmədir. Hesabı edebilmədir. Şuşanı atadır. Bu böyük qələbə bəşərlərimizin ulu dərin, ruhu şartdır. Gözün aydın olsun Azərbaycan. Gözün aydın olsun dünya Azərbaycanları. Əziz Şuşa, sən adasan. Əziz Şuşa, biz yayımız. Əziz Şuşa, biz səni bir gələcək. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Türkiye Prezidenti Recep Tayyip Erdoğan Azerbaycan halkına 8 noyabr Zəfər günü münasibətilə təbrik edib. O bu barədə Twitter'daki səhifəsində paylaşım edib.
Almazlarla ayrılır.
Ben sizlere bugün bir nur üzlü, o qeyri-adi tarihiyle seçilerde hiç vaxt yaddaşımızdan silinmeyen Xəyyam Əzizov haqqında danışmaq istəyirəm. Xəyyam Əzizov 8 noyabr günü doğum günü və şəhadətə ucaldığı günlə eyni vaxtda düşən nadir tarihlərdəndir. Elə bir bu torpaqlar onu həm yaşamaq, həm də vətən uğrunda ölümsüzləşmək üçün yaratmışdır. Onun adı Zəfər günü ilə birləşdir. Ömrün qələbə xəbəri ilə tamamlanan. Bu təsadüf yox, Tanrının ədalətidir. Çünki elə həmin gün Azərbaycan tarixinin ən böyük sevinci yazılırdı və o sevincin içində Xəyyamın ruhu da var idi. Neftçalanın bu igid oğlu həm öz doğumunu, həm də millətin yenidən doğuluşunu eyni gündə qeyd etdi. Bu qələbə bir ordunun yox, bütün millətin qələbəsi idi. 44 gün ərzində hər kəs, ön cəbhədə əskər, arxa cəbhədə ana, qardaş, bacı, könüllü, jurnalist eyni amal üçün yaşadı. Vətənin bütövlüyü. Bu birlik ruhu bugün də yaşayır. Bərpa olunan Qarabağda, tikilən məktəblərdə, əkilən ağaclarda, ucalan məscidlərdə. Zəfər qazanmaq qədər onu qorumaq da məsuliyyətdir. Bugün Azərbaycanın hər bölgəsində, xüsusən azad olunmuş torpaqlarda yaşayan hər nəfər bu zəfərin davamıdır. Bu şəhidlərimizin xatirəsini yalnız sözlə deyil, əməl ilə yaşatmalıyıq. Vətənə xidmət, əməyə sədaqət, milli birliyə inam bugünün əsl anıdır. 5 il keçdi, düz 5 il. Amma o sevinci, o günün səsini hər kəs hələ də xatırlayır. 8 noyabr xalqın tarixdəki ən gür səsi, ən parlaq səhifəsi oldu. Bu zəfərin hər addımında Camal kimi, Xəyyam kimi oğulların ruhu var. Və bugün zəfərin 5 illik günü biz həm qürurluyuq, həm də onlara borcluyuq. Çünki bu torpaq uğrunda doğulan, döyüşən, şəhid olan hər oğul vətən adını daha da ucaltdı. Bu zəfərimizin 5-ci ili azad torpaqların nəfəsi kimi daim yaşasın. Bu Xəyyamın doğum günü ilə zəfər günü eyni səmanın altında əbədi bir nur kimi parlasın. Qarabağ Azərbaycandır və bu zəfər heç vaxt unudulmayacaq. Zəfər bayramımız mübarək. İndi isə sizlərə məktəbimizin kollektivi adından Xəyyam Əzizovun əziz xatirəsinə ərmağan etdiyimiz gözəl bir musiqi təqdim edəcəyik. Hansı ki, Xatrut Xatiri Camal mahnısını da məhz məktəbimizin dəyərli müəlliməsi, istedadlı insan Tükəzvan müəllimi bəstələmişdir. Beləliklə, söz və musiqi Tükəzvan Mehdiyevaya aid olan Xəyyam.
Hepsine rayonun icra hükümetinin başçısı, rəsmən hükümətli, rayonun böyük mazur orqanının rəhbərləri, hörmətli qonaqlar, hörmətli şəhər imanları və
dəqiqələrdən bu biraz çəkdi. Ümid edirəm ki, xoş keçdi. Mən başda kollektiv olmaqla, başda müəllimlər və məktəbli direktor olmaqla hər birinizə təşəkkür edirəm. Və əziz körpələr, ümid edirəm siz də Neftçalanın qəhrəmanları kimi, Həyyər Hüseynov kimi, Zaman İsmailov kimi, Sami Dimanov kimi, Sami Dəskərov kimi və adını çəkmədiyi digər Neftçalanın qəhrəman övladları kimi qəhrəman ruhda böyüyərsiniz, vətənə, millətə sadiq olarsınız və inşallah həmişə vətənimizin başını uca tutarsınız. Mən arzularım çoxdur, istəklərim çoxdur. Mən ümid edirəm ki, Neftçala ən sevdiyim rayonumdur mənim. Neftçalaya xüsusi bir sevgim var mənim. Mən Mirəsən mənlə görüşəndə də onun Neftçala ilə bağlı, mədəniyyətlə bağlı etdiyi o fikirləri, söylediyi fikirləri mən həqiqətən də gördüm ki, necə belə xüsusi olaraq diqqət ayırır mədəniyyətimizə. Mən həqiqətən qürur duydum bu günləri. Ümid edirəm ki, ürəyimizdə qalan arzularımız gerçək olar və Allah şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin. Ümid edirəm, Allah vətənimizə, millətimizə zaval verməz. Allah Azərbaycanı qorusun, Allah bizi var eləsin. Çox sağ olun, təşəkkür edirik. Çıxış üçün söz verilir. Neftçala rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov. Hesap edilen çok yolu. Sonra da çok kısa bir çıkış edeceğim. Aslında biraz olmuş ama biz musiki məhəllənin içinde o kadar böyle öyrəşmişik ki, böyle en çok böyle al, əhval, böyle hoş, av-hava, yaxşı mədəniyyət, musiki, kəsənət. Hesap edilen artık musiki məhəllinin kollektivi də bu kimi təzirlərə o kadar öyrəşib ki, hər dəfə daha peşəklər nümunələr göstərirlər. Hörmətli ərazilərimiz, hörmətli şəhərlərimiz, hər kəsi xoş görürüz. Zəfər bayramı ərəfəsində bizim Vətən Müharibəsi qəhrəmanlarını daşıyan Cəmal İsmailovun artıq evinə çevrilmiş, bir ocağına çevrilmiş musiki məktəbində hesab edirəm bu keçirlər. Tədbir də çox təqdirə layiqdir. Kollektiv adından bütün əziyyəti keçən şəxslərə, Əlqər müəllimlərimizin bütün bədii heyətə, bizim səhnənin arxasında görünməyən qəhrəmanlarımız var, onların hər birinə əziyyət çəkən şəxslərə təşəkkürümü bildirirəm. Həqiqətən də biz bu günləri bizim Neftçala Musiki kollektivinin fonunda biz və Araz Məmləkət mübadiləsi aparırdıq. Bakı şəhəri, yəni paytaxta yaxın bir konsert proqramını gördük. Burada isə hesab edirəm bizim fədakar müəllimlərimizin çox böyük əziyyəti var və xüsusilə bizim gənclərimizin, yeniyetmələrimizin, uşaqlarımızın böyük əziyyəti var. Zəfər bayramı bizim hamımız üçün yetərincə, belə desək, özel gündür, xüsusi gündür. Azərbaycanın müstəqillik tarixində bir tanınmış belə deyək, bayramlarımız var, ali bayramlarımız var, amma Vətən müharibəsindən sonra əldə etdiyimiz qələbədə bizə qalan ən böyük nümunə bizim müstəqilliyimiz, suverenliyimiz, Zəfər bayramımızdır. Bir daha qeyd eləmək istəyirəm, bizim belə gənclərimizin hər biri, onlar xoşbəxtdirlər. Hesab edirəm, uşaqlarımız da xoşbəxtdir. Allah bizim bütün şəhidlərimizə rəhmət eləsin və əlilliyi olan qazilərimizə can sağlığı versin. Amma mən hərdən belə də bir bu kontekstdən də baxmaq lazımdır ki, bizim bugün səhnədə gördüyümüz gənclər, uşaqlar o tarixi görməyəcəkdir. Çünki onlar suveren, müstəqil, ərazi bütövlüyü bərpa olunmuş, başı dik, alınca bir Azərbaycan övladları kimi böyüyəcəklər. Uca Tanrı, Böyük Allah Azərbaycanı, xalqımızı, millətimizi, dövlətimizi, Cənab Bayrabaş komandarımızı və doğma rayonumuz Neftçalamızı qorusun, bayramımız mübarək. İndi isə çıxış üçün söz verilir bizim qəhrəmanlarımızın anasına, daha doğru analarına, Cəmal İsmailovun anası Gülar xanım, Xəyyam Əzizovun anası Ayda xanım, buyurun səhnəyə.
dəyərli şəhid valideynləri, təşəkkür edirik bugünkü gündə bizim yanımızda olduğunuza görə hər birinizə. Bugün şəhid bizim Xəyyam balamız başda olmaqla Azərbaycanımızın müstəqilliyi uğrunda, suverenliyi uğrunda, azadlığı uğrunda şirin canlarından keçmiş bütün şəhidlərin ruhu şad olsun və Qələbə bayramı münasibətilə hər birinizi təbrik edirəm. Bizim oğullarımız sədaqətim, şərəfimdir deyə canlarını torpaqlarımız uğrunda qurban verdilər, şirin canlarından keçdilər və hər dəfə biz onlara deyirik ki, haqqınızı bizə halal edin, ruhları şad olsun. Bütün şəhidlərimizin ruhlarını əziz tutan insanlara şəhidlərimizin ruhu kömək olsun, başlarının üstündə olsun həmişə. Mənim Alparslanımın 4 yaşı var, atasından sonra anadan olub və biz elə Alparslan böyüdükcə biz elə 2020-ci ildə qalırıq və onun hər dəfə artıq Alparslan böyüyüb və bütün tədbirlərdə Alparslan bizi təmsil edir, atasını təmsil edir, iştirak edir və onun son çıxışları mən elə bilirəm ki, bütün Azərbaycan görür və mən atası ilə fəxr edirəm, Alparslanla da 2 qat fəxr edirəm. Allah bütün bağları qorusun. Mən bu günləri şəhid anaları adından bizim bir hədiyyəmiz var və bu hədiyyə simvolik olaraq bütün şəhid ailələrindədir. Və bu günləri bizim Xəyyamımızın da bu hədiyyələr var. Mən onu istəyirəm Xəyyamın anasına təqdim edeyim. Allah ruhunu şad eləsin, məkanı cənnət olsun. Məktəbimizin direktoru İlqar müəllimə təşəkkür edirəm, müəllimlərimə minnətdarlığımı bildirirəm, Şəzvan müəllimə təşəkkür edirəm. Burada təhsil alan şagirdlərə qəhrəmana adına layiq olmaqlarını arzulayıram. Danışmaq öyle çətindir ki, bizi zəfərə qazandıran bütün şəhidlərin başda tutan Xəyyam olmağa hamımızı səbir diləyirəm. Bizə zəfəri qazandıran heyvatlarımızın qarşısında baş əyirəm. Allah bütün şəhid ailəni səbir versin. Bugünkü gündə bizi tək qoymadınız. Zəfər bayramımızdır. Bugünkü Xəyyamın anın günü, ad günü olmağıyla bizi tək qoymadınız. Hamıza təşəkkür edirəm, hamıza səbir edirəm. Danışmaq o da çətindir ki, bütün şəhid ailəni səbir edirəm. Xəyyam günə bir də olan, Xəyyamla bir də olan Ramiki, Tarzanı, şəhidlərin heç bir fərqi yoxdur, ayrı aldır, ancaq onlar deyilmişlər. Uzaqdan gələnlər minnətdarlığını bildirlər, sağ olun, Allah hamısına razı olsun. Mən burada deyilən bütün bayram zamanları Mirəsən mənim düşünürəm. Belə deyəsən bizim konsertimiz oldu. Amma Mirəsən mənim bir sözüm doğrudan da 8-ci Zəfər bayramı bizim bütün il ərzində olan bayramlarımızın şahı. Sadəcə tədris təzə başlayıb, biraz nöqsanlar ola bilər. Artıq Mirəsən mənim üçün evin nümayəndəsi oldu. Yəni, bütün tədbirlərimizdə həmişə işlərin yanında oldu, kollektivlə bircə oldu. Bütün vaxtların az və çoxundan asılı olmayaraq gəlməyə bilərdən, amma gəldi də dedi ki, bir saat çəkisini.
ve şahsen size teşekkür edeyim Münəzzəm həmişə bu diqqətinizə görə. Araz mənim bizim için yeni bir aya yaxınından bilmirəm, desəm bir ay tamam olmuyordu. Nazırlıktan gəlmiş Ümrəcan İdarəsinin rəisidir. Gənc qadırdır, icazə versəm mən kənd sevgilərim mümkünlüğündən yaşlıdır. Amma eyni zamanda Araz müəllimlə hər görüşdə biz o yaxın bir müddətdə tədrisin daha da yüksək səviyyədə olmasında da tədbir edik. Bu tədbirin bu günləri doğrudan da ən böyük zəhmət yaxşı deyil. Pərdə arxası olan müəllimlər var, onların zəhməti var. Ən böyük zəhmət oturan valideynlərin, uşaqları da valideynlərin var. Çox çətindir. Bilirəm, tədrisdən ayrılırıq, Münəzzəmdən bizə icazlığa qoruyur. Çox çətin o. Amma bir aya biz bunu, siz bilirsiniz, bizim məktəb olaraq heç vaxt təkrar onlara ortalığa çıxartmamışıq. Bilirik ki, bu işə çox diqqətli, Münəzzəmən gəlmiş, şəkil elə bir dəfə görmüşdüm və yaxud da bu ona görə də hər 2 aydan bir bizim belə bir rayon üzrə tədbirlərimiz olur. Həmin o tədbirdə ən yeni bütün istər rəqslər, istər forda, istər